Əlbəttə ki, böyük bir addır. Bu adı almaqdan əlavə o ada layiq olmaq, o adı qoruyub saxlamaq, o ada uyğun bundan sonra da addım atmaq bu borcumdur, vəzifəmdir. Şükür Həmidov deyir ki, əskərlərinə nizam intizamlı və əmrə tabe olmağı öyrədir. Amma ilk yerdə təbii ki, vətən sevgisi dayanır. O sevgi ki, aprel döyüşlərində irəliyə addımlamaqla erməni əskərinin silahı atıb qaçmağının həzzini də onlara yaşatdı döyüş meydanında. Ön xəttdə duran bölmələrimiz düşmənin hücum əzmini bu mövqelər qarşısında qırdı. Düşmənin hücumunu dayandırdı. Ön xətt qarşısında düşmən bölmələri darmadağın edildi. Düşmənin hücumu dayandırıldı və əks hücuma keçdik. Milli qəhrəman əskərlərinin komandiri olmaqla yanaşı həm valideyni, həm